İyunun 29-da saat 23 radələrində Bakının Qaradağ rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər polis əməkdaşlarına müqavimət göstərməklə qaçmağa cəhd ediblər. Stop Narkotikas xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə 29 yaşlı Tehran Məmmədov idarə etdiyi Vaz 2104 markalı avtomobillə saxla əmrinə tabe olmayıb. İdarə etməni itirərək yol kənarında olan maneəyə vurduqdan sonra polis əməkdaşlarına üzərində olan bıçaqla müqavimət göstərib. Avtomobildə olan digər şəxslərin qaçması üçün qanunsuz tələblər irəli sürüb. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, polis əməkdaşı xidməti tabel silahı tətbiq etməklə onu zərərsizləşdirib, digər bir nəfər isə saxlanılıb. Avtomobildən 10 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb. Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri görülür.